Yeni bir mənzildə hamınızı salamlayıram dəyərli YouTube kanalımızın izləyiciləri. Yeni Yasamalın düz mərkəzində qanuni 2 otaqlı kupçalı bir mənzili təqdim edirəm sizə. Hal-hazırda mənzilimizin qonaq otağındayıq. Belə bir gözəl, geniş bir kvadrat ölçüyə malik qonaq otağı var. Hər iki pəncərədən hər ikisinə gün düşən mənzildir. Baxın, siz hal-hazırda mənzilə gün işığı da düşür, qarşısı açıqdır. Qarşısını heç bir maneə kəsmir. Mənzil haqqında bütün məlumatları, proyektlə sizə yaxından tanış edəcəm. Xahiş olunur, təqdimatdan öncə kanalımıza abunə olub, videonu bəyənməyi unutmayın. Keçim ilk öncə giriş hissəyə, qonaq otağına bir daha geri dönəcəm. Proyektlə sizi yaxından tanış edim. Baxın, burada mənzilin giriş qapısı yerləşir. Mənzilimiz 14 mərtəbəli binanın 8-ci mərtəbəsindədir. 100 kvadrat ümumi sahədir, qanuni 2 otaqdır. Heç bir pirdelka işləri görülməyib. Proyekt nədirsə o şəkildə də qalıb. Yəni şirkətin verdiyi, dövlətin verdiyi proyekt nədirsə o şəkildə də qalıb. Yəni heç bir dəyişiklik olunmayıb. Burada hamam tualet hissəsidir, mətbəx hissəsidir, yataq otağıdır və qonaq otağıdır. Geniş bir qonaq otağı var. Bir daha da ora qayıdacağam. Burada hamam tualet hissəsidir. Bir yerdədir hamam tualet. Baxın, lazım olan aksesuarlarla da təmin olunub. Burada mənzilin geniş bir mətbəxi var, əzizləyicilərimiz. Bəzi evlərin qonaq otağından da böyük bir mətbəxdir. 100 kvadratdır. İstilik sistemi kombidir. Batareyalar hər otaqda var. Baxın, belə bir gözəl mətbəx var və hündürlüyə də fikir versinizsə çox hündürdür. 3 metrə yaxın hündürlüyü mövcuddur. Yığılmış mətbəx meblində gördünüz. Qaz, su, işıq təminatı fasiləsizdir. Binada da 2 sürətli lift var. Yəni 2 lifti var binanın. Hər ikisi də işlək şəkildədir. Burada mənzilin yataq otağıdır. Qanuni proyekt nədirsə o şəkildədir. Yataq otağının bu hissədən də sizlərə təqdim edim. Baxın, genişliyini görürsünüz. Otaqlar dar uzun deyil, kvadrat ölçülüdür. İstədiyiniz əşya rahatlıqla yerləşə biləcək şəkildədir. Baxın, görürsünüz, girişdə də giriş hissədə mebeldə qurulub. Baxın, burada isə mənzilin qonaq otağıdır. Qonaq otağının da ölçüsünü görürsünüz. Geninə boluna çox geniş bir qonaq otağı var. 2 pəncərəsi var və qonaq otağının oradan eyvana çıxış var. Hər iki tərəfdən qarşısı açıqdır. Gün düşən bir mənzildir. İndi isə mənzil haqqında ümumi məlumatı sizlərə qeyd edəcəm. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsinin düz mərkəzində, Bravo marketin tam yaxınlığında yeni tikili 14 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. 100 kvadrat ümumi sahəyə malikdir. Qanuni 2 otaqdır, kupçalıdır. Birbaşa notarial qaydada asan xidmətlə alqı-satqı edib mənzil özünüzə rəsmiləşdirə bilirsiniz. Və yaxud da dövlət ipotekanız təsdiqlənmişsə, dövlət ipotekasına salaraq mənzili öz adınıza keçirə bilərsiniz. Mənzil əşyasız satılır. Qeyd edəcəyimiz qiymət mənzilin əşyasız qiymətidir. Qiymət 215.000 manat deyilir ev sahibi tərəfindən. Real alıcıya da endirim olunacaq. Açar bizdədir. Daha da olan və ətraflı məlumat üçün qeyd olunan nömrə ilə əlaqə saxlayıb ən şəkildə də mənzilə baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.